Osimhen'in bir gol, bir asistlə milli komandasına qələbə qazandırdığı dəqiqələrdə Fenerbahçe İstanbul derbisində Galatasaray'a məğlub edərək Superkuboku başı üzərinə qaldırdı. Özdə Saadəttin Saranın prezident kimi ilk böyük işlərindən biri olan yeni transferinin ulduzlaşdığı qarşılaşmada. Bununla da bir çoxlarına görə Fenerbahçe artıq bu mövsüm çempionluğa da iddiasını artıracaq. Bu Superkubokun motivasiyasıyla mövsümü də uzun illərdən sonra çempion kimi başa vuracaq. Galatasaray oyun ərzində demək olar heç nə də bilmədi və çox çarəsiz görünürdü. Bu qarşılaşma Tedescolu Fenerbahçe'nin həm də bu mövsümün qalan hissəsindəki performansı demək kimi. Fenerbahçe Avropa səviyyəli, top səviyyəli futbol sərgiləyərək Galatasaray'a məğlub etdi və beləcə Galatasaray mövsümün böyük titullarından birini əzəli rəqibinə verdi. Türkiyə Superkuboku, qalmaqallı Türkiyə Superkubokunda möhtəşəm İstanbul derbisi izlədik və Sport TV bu oyunu sizə daha da yaxın etdi.